Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə cücələrin qızıl baxılma qaydasını danışıb məlumat verilək. Deməli, əziz izləyicilər, cücələrin qızıl baxılma qaydası ilk öncə cücə çıxdı, onun yerini isti eləmək lazımdır. Yəni bizim kanalda var cücənin, hündüşka balasının, lal ördəyin, qazın, yəni ördəklərində, yəni balalarının yeri ilk günündən neçə dərəcədə isti olmalıdır. Yəni o haqqda danışmayacağım. Çünki orada video da var, ətraflı yazılıb da, yazı halında da var. Yəni ilk günündən böyüyənə kimi neçə dərəcə yeri isti olmalıdır, baxıb ondan belə deyim, yerini isti edə bilərsiniz. Yəni yeri isti olmalıdır 32-34 dərəcə və həftədən də aşağı düşməlidir. Keçdi indi əziz izləyicilər baxılma qaydasına. Deməli cücə çıxdı. Siz onlara ilk günündən belə deyək də yumurta da verə bilərsiniz, sarısını, ağını 3 gün və yaxud başlanğıc yemi, maya yemi var. Ondan da. Maya yemi daha da yaxşıdır. Yəni cücəni daha da yaxşı inkişaf elətdirir. Yəni yemini ilk günündən belə verə bilərsiniz. Sonra isə əziz izləyicilər keçirsiniz şəkərli yemə, cücələ şəkərli yem verirsiniz. Ondan sonra isə belə deyim, 2 aniyə kimi şəkərli yem verirsiniz. Böyüyəndən sonra təbii ki o granula yemləri olur, şəkərli yemin. Ondan da verə bilərsiniz və yaxud belə deyim, yemi, buğda, arpa, qarğadalı yarması verə bilərsiniz. Ancaq o granula yemindən versəniz daha da yaxşıdır da, daha da tez böyüdəcək. Yəni 5-6 aylığında toyuqlar böyük toyuq olub yumurtaya da bilərlər, 6 ayında xoruzlar böyük xoruz olacaqdır. Yəni o yem çox yaxşıdır və yaxşı inkişaf elətdirir. Yəni yemini bax belə versiniz. Təbii ki, şüyüd doğrayıb verə bilərsiniz. Məsələn, bir həftəsindən sonra şüyüd doğrayıb verə bilərsiniz. Soğanı əgər yesələr, göy soğanı xırda-xırda doğrayıb verirsiniz və s. Ondan sonra belə biraz sürkəçdən keçirdib kökü deyə bilərsiniz, soğutma pişmiş, biraz kartofu. Yəni belə tərəvəzlər vitamindir. Ondan sonra şor verə bilərsiniz. Yəni yeməyini belə edə bilərsiniz. Plus da əziz izləyicilər balıq zat pişirib soğutma belə qabaqlarına tökə bilərsiniz. Biraz məsələn buğda yarması ilə qatıb verə bilərsiniz. Ondan sonra onun adı nə idi? Suyunu balığın şeydə verə bilərsiniz. Suyunda da, yəni bulyon kimi pişirirsiniz suda. Balığı yeminə qatıb verirsiniz, suyunu da belə soğudub cücələrin qabağına qoyursunuz. Bu balığın yağı zadı bütün onlara olur, yəni keçir və belə verə bilərsiniz. Ondan sonra əziz izləyicilər sularına deməli ən yaxşı vitamin supervitdir. Supervitlə baytrili qatıb verirsiniz. Bu qarın ağrısına zada da çox yaxşıdır baytril. Onu qatırsınız, cücələrə verirsiniz suyunda belə. Ondan sonra biraz 15 gün onu verirsiniz. 15 günündən sonra, yəni 14 gündən sonra daha doğrusu 15-ci günü lasota edirsiniz burunlarına. Belə deyərdim, damızlı ya gözünə ya burununa lasota edirsiniz. Bunu baytara deyəndə özü verir. Və belə də indi qarın ağrısı oldu, sozalma oldu. 4 dərmanın qarışığı var. Supervit, Supervit, Bravasiptol, ondan sonra oksitetrastin və trimerazin. Bu 4 dərmanı baytara deyəndə özü qatır verir. Bunu götürüb deməli əziz izləyicilər sularına qatsız və verirsiniz. Və bu bir çox xəstəliklərdən qoruyur, qarın ağrısından azaltlar. Yox, qarın ağrıları əgər güclüdürsə siz onlara nar qabığını da dəmləyib belə deyərdim eləyə bilərsiniz, verə bilərsiniz. Narın qabığını dəmləyirsiniz, bu yaxşıdır qarın ağrısına da. Bir də əziz izləyicilər tetraskilini alıb əzib, məsələn 1 litr suya 5-6 dənə belə töksün, onun elə ziyanı yoxdur. Qoysuz qabaqlarına içirlər qarın ağrıyanda. Təbii ki, biraz da yumurta zat, kartof zat da verə bilərsə, o da əğini yaxşı yığır. Yəni belə.
Yemlərini belə eləyirsiniz, yerlərini isti eləyirsiniz, sularına vitaminlər. 2 ay tamam olanda da əziz izləyicilər oksitetraskilin iynəsinin yarım faizliyini vurursunuz. Deməli, elə bir 5 faizliyini daha doğrusu yarım qramdan 3 gün dalvadal vurursunuz. Ondan sonra 10-15 gün keçəndən sonra H vaksinini görürsünüz düzədə xəstəlik yoxdursa, yəni sozalma zat yoxdursa onu vurursunuz. Yəni H vaksini. Çünki H vaksini birdən-birə vurmaq olmaz. Əgər düzədə belə deyim də xəstəlik zat ola bilər, o H vaksinində onları qıra bilər. Ona görə əziz izləyicilər çalışın şey eləyin. Onun adı nə idi? Birinci oksitetraskilini vurun. 5 faizliyini yağlı dərmandır. Bu bütün xəstəliklərdən sağaldır. Pürüzdə qurumayazada şeydir, qarşısını alır. Həm də ki şeydir, onun adı nə idi? O H vaksinini vuranda əgər xəstəlik varsa bu təbii ki qıra bilər. Yoxdursa, yəni varsa bu oksitetraskilin onu sağaldacaqdır. Yəni belə H vaksininə vurursunuz. Və təbii ki 2 aydan sonra da qurd dərmanı verirsiniz. Qurd dərmanları isə əziz izləyicilər çoxdur mənim kanalımda. Yəni Zagros var, Niklasam deyirlər, sarı İran istehsalıdır. Ondan sonra Panaçu var, nə bilim digər Albert var və sarı dərmanlar var. Mən ən çox Zagrosu verirəm. O Zagros Niklasam sarı dərmandır. Bir tabletka 3 yerə bölünür, 3 cücüyə verilir. Bir paketdə 10 dənə olur və 30 dənə cücəlikdir. Yəni 3 yerə bölünür, verilir. Yəni qurd dərmanında olanda belə. Bax belə əziz izləyicilər, yəni qurd dərmanına qarşı bu dərmanları verir, sozalmayıza da qarşı oksitetraskilin, Bravasiptor, Supervit, ondan sonra nə bilim oksitetraskilin, Supervit, Trimirazin və Bravasiptor bu 4 dərmanı qatıb verirsiniz. Bir çox xəstəlikləri şey eləyir. Ayağı gedirsə, qarın ağrısı varsa, bayaq dediyim kimi şey eləyirsiniz. Onun adı nə idi? Oksitetraskilin, tetraskilinin özünü verirsiniz. Əzif insan aptekində satılır. Ondan sonra əziz izləyicilər şey verirsiniz, narın qabığını qaynadıb verirsiniz. Təbii ki, əgər belə kət yerlərində zətdə qalsınsa, ramaşka, çoban yastığı gülünü də qaynadıb verə bilərsiniz. Bu da çox yaxşıdır. Cücələrdə soyuq zadı, soyuq dəymən zadı çıxardır. Ondan sonra nə bilim şeyləri varsa, əgər sinirmə zat olmursa, şey də verə bilərsiniz onlara, sinirməyə qarşı kömür, o kömürü insan aptekində satılır, əzif toz halına salıb sularına qata bilərsiniz. Qıxları varsa mentol verə bilərsiniz, o mentol qıxı xırıltını götürür. Nə bilim, belə deyim, sarımsağı sürkəşdən keçirib, məsəl üçün şəkərli yem töküb, içinə şüyüd, süzmə hündüşkəyə mən qayırmışam da, hazırlamışam. Bax, elə yem hazırlayıb, yəni süzmə, ondan sonra sarımsağı sürkəşdən xırda-xırda keçirsən, şüyüd və biraz su töküb və içinə imişli yemi qatıb, şəkərli yem qabaqlarına belə qoya bilərsiniz. O da yaxşıdır. Yəni həm vitamindir, həm də sarımsaq zad olduğundan bir çox xəstəliklərdən qoruyur və sağaldır. Yəni bax belə edirsiniz və s. Yəni bu şəkildə baxsaz heç bir cücələriniz ölməyəcəkdir. Yəni mənim kanalımda cücələrin qızıl baxılma qaydası çox olub. Çox məlumat vermişəm. İndi ola bizim burada nə isə yaddan çıxartdım. Hansı xəstəliklər barəsində nəsə demədim, nə bilim hansı dərmanlar haqda demədim. Girib o birisilərə də baxa bilərsiniz. Orada nələr demişəm. Belə, bu qədər əziz izləyicilər. Sağ olun, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılıram. Sağ olun əziz izləyicilər.